Prezidentin təhlükəsizlik xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə Fərid Əsgərov təyin edilib. O bu təyinata dək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini idi. Reallıq TV Müsavat.com-a istinadən xəbər verir ki, Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti olub. O, Paşa Holdingdə işlədiyi vaxtda 2017-ci ildə Yaşar Bəşirovun prezidenti olduğu Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti seçilib. Federasiyanın indiki Askarenada yerləşən ofisində keçirilmiş səsvermə prosesində Sabiq Gənclər və İdman Nazirinin müavini İsmail İsmailov, Nazirliyin Sabiq İdman Şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının indiki Azərbaycan Karate Federasiyası prezidenti Ülvi Quliyev də iştirak edib. Fərid Əsgərovun əsas məqsədi Tokyo Olimpiyadasında debüt etməyə çalışan idman karatesinə, yəni WKF-ə maliyyə ayırmaq olub. O 2023-cü ilədək bu vəzifədə çalışıb. Qeyd edək ki, Fərid Əsgərovun qardaşı Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.